Yaxın günlərdə hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Bugün 25 iyun tarixidir və iyunun 26-sı, 27-si və 28-nə olan hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Bakıda və Abşeron yarımadasında iyunun 26-sında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti olacaq. İyunun 27-sində havanın yenə də yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq və havanın temperaturuna gəlincə gecə 20-22 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti təşkil edəcək. İyun ayının 28-də hava şəraiti yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz ediləcək. Havanın temperaturunun gecə 21-23 dərəcə isti olacağı, gündüz isə 29-34 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. İyunun 27-si gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında duman olacağı ehtimal olunur. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə gecə 18-23 dərəcə isti, gündüz isə 32-37 dərəcə isti olacaq. Dağlarda isə gecə 8-13 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.